İvan Bunin, Lapti. 5 gün idi ki, göz gözü görmeyen qarlı tufan davam edirdi. Qardan beyaza bürünən kənd evində soyuq zülmət və böyük bir bəla hökm sürürdü. Uşaq ağır xəstə idi. Oğlan ateş içində yanaraq sayğlayırdı. Ona hansısa qırmızı lapti verilməsini xahiş edirdi. Onun çarpayısı önündən çəkilməyən ana da acı göz yaşları tökürdü. Gücsüzlüyünü hiss edib ağlayırdı, qorxurdu. Nə etməli, uşağa necə kömək göstərməli? Əri səfərdə idi, atlar da yaxşı deyildi. Xəstəxanaya isə 30 verst yol vardı. Bir də heç bir həkim bu havada bura gələn deyildi. Giriş qapısı döyüldü. Nefet ocağı alışdırmaq üçün saman topası gətirmişdi. Onu döşəməyə atdı. Üstünü çırpdı. Əllərini isitdi. Soyuq şaxtalı havanın təmizliyi ilə nəfəs alırdı. Qapını açıb içəri boylandı. Hə, xanım, necədir? Yaxşılığa doğru irəliləyiş var? Yox, ay Nəfət, halı pisdir. Yəqin sağ qalmaz. Nəsə elə qırmızı lapti istəyir. Lapti? Necə lapti? Hansı lapti? Allah bilir hansı. Sayıqlayır, ateş içində yanır. Şapkasını sirkələyib adam düşündü. Şapka, saqqal, köhnə xəz palto, nimdaş valenki, hər şey qar içində idi və soyuqdan donmuşdu. Birdən qəti tərzdə kişi dedi: Deməli tapmaq lazımdır. Ürəyi istəyirsə tapıb verməliyik. Hardan tapaq? Qadın soruşdu. Novoselskydən, dükandan. Fuksinlə onu rəngləmək də çətin bir iş deyil. Allah sənin köməyin olsun, Nəfət. Novoselskə qədər 6 verst yol var. Belə dəhşətli tufanda ora getmək olar? Nəfət biraz düşünüb, yox, gedərəm, heç nə olmaz. Bir təhər gedib çataram. Atla getmək çətin olar, amma ayaqla ola bilər ki, gedib çatım. Qar tufan arxamca əsəcək. Adam qapını bağladı. Bir söz demədən mətbəxə keçdi. Xəz paltosunun üstünə zipununu geyindi. Köhnə belbağı ilə belini bağladı. Əlinə kəndir alıb çıxdı. Qar içində olan həyətdən keçib darvazaya tərəf yollandı. Bəyaz çöl ilə addımlamağa başladı. Nahar etdilər. Qaş qaralırdı. Gecə düşdü. Nefet yox idi. Düşündülər ki, Allahın yardımı ilə gedib ora çatıbsa, deməli gecələməyə qalar. Belə havada geri dönmək olmaz. Yəqin onu sabaha nahara gözləməyə lazımdı. Lakin onun gəlib çıxmaması səbəbindən gecə biraz da dəhşətli, qorxulu görünürdü. Bütün ev ayaqda idi. Nefedin çöldə, uçsuz, bucaqsız, qarlı çöldə, gecənin zülmətində, şaxtalı tufanda olduğunu düşünürdülər. Piydən olan şam titrəyərək yanırdı. Ana şamı döşəməyə qoydu. Uşaq kölgədə uzanmışdı. Lakin divar xəstə oğlana nağıl kimi gəlirdi. Harda ki, dillə deyilə bilməyən möhtəşəm, sərt görkəmli xəyalətlər qaçışır. Sonra isə uşaq özünə gəlib, acı göz yaşı tökərək ona qırmızı lapti verilməsi üçün yalvarmağa başladı. Anacan, ver! Anacan! Əziz ana! Axı səndən nə gedir ki? Ver! Ana diz üstə çöküb, əllərini sinəsini vuraraq Allahım, yardım et. Allahım, sən müdafiə et. Allahım,
sən saxla, deyirdi. Elə ki səhər açıldı, pəncərə arxasında duyulan qarlı tufanla birlikdə nəsə başqa səslər eşidilməyə başladı. Sonra tez-tez qorxunc tərzdə pəncərə döyüldü. Bu, Novoseysk kənd sakinləri, kişilərdi. Onlar donmuş cəsədi gətirmişdilər. Bəyaz, qarla örtülü, donmuş Nefedin cəsədini. Kişilər şəhərdən qayıdırlarmış. Özləri azıb bütün gecəni harda gecələyəcəklərini düşünüblərmiş. Səhər açılanda uçsuz bir sahəyə çıxıblar. Düşünüblər ki, sonları gəlib çatıb. Biraz keçəndən sonra ayağında valenki olan qardan çıxmış nəsə görüblər. Qarı təmizləyib cəsədi çıxarıblar. Baxıblar ki, tanış adamdır. Anlayıblar ki, Protasov kəndinin çölündədirlər və yaxınlıqda yaşayış var. Elə buna görə də sağ qala biliblər. Nefedin qolunun altında yeni uşaq laptisi və fuksinli olan şüşə qab vardı. 22 iyul 1924-cü il.